Oğlu çok gün saralar, oğlu çok gün saralar, ağlama Xuda, afet, ağlama Xuda, afet. Bərgüzari bu nümayişgah və bu mərasimlər Dərşəhərstani Parsabad bahis olur ki, xanavadələr uşaqların gətirirlər və məktəb Həzrəti Zəhranı öz uşaqlarına öyrədərlər və İnşallah ki müdavam ola və poşurtər ola bu gündən belə bu bərnamələr. Dünya biz içində zindəcə eləyirik. Qollən Həzrəti Zəhriyə görə xəlq olub. Mən istəsəm əgər sənəddən bu sözümü riaya verəm. Məsələn Surə Kəvsər. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal Kəvsər. Fəsalli li rabbika vanhar. İnne şani'eke huvel abtar. Sadaqallahul aliyyul azim. Nümayişgah Fərəhəngi və məzhəbi Yasi Kəbud bu ildən 16 ildir təvəssüt Cavanani Qumnam Şəhristan Parsabad dair olur. Hədəf tərvic Fərəhəng Fatimidir. Eynani dəqiqən bəhs-i Mah Muhərrəm kimi bu qəziyyə Fatimiyyə rəvas tapa. Xuda ro hezar mərtəbə şoş bu qəziyyə ittifaq düşübdür. Əzlər həmantajı müşahidə buyuruduz. Bura Parsabad şəhristanı idi ki, burada mərasimi başuku Həzrəti Fatimə Zəhraya tutulur və həmçinin Yasi Kəbudda nümayişgahı burada bərpa olunub ki, zindəginamə Həzrəti Fatimə Zəhranı və oğlatların təsvirə çəkir və həmçinin bu arada yeri vardı ki, bunu da xidmətçə yetirmiş olan huzur porşur mərdum burada bəyangar budur ki, bu mərdum vilayi və həmməşə əhl-i beytə olan iradətlərin bildirmiş olublar. Şahin Fekri, xəbərgüzarı İSKA News, Parsabad.